Deməli, keçirik Word-ün arxasına. Burada mən birini izah edəcəm. Geri qalanını siz deyəsiniz, yaxşı? Çünki rahat. Vaxtımız qalsa dediyim kimi quiz atacağam yeni, quiz işləyək. Yeni dediyim yəni təkrarlar. Bura qədər hissəsini keçmişdik. Çap məsələlərinə qədər. Başlayırıq çap məsələlərini eləməyə. Yəni snipping tool açırıq. Ağ rəngdə qalsın bizim üçün burada. Təmizləyək. Deməli, çap məsələlərində nələrimiz var? Mən birincisini dediyim kimi izah edəcəm, geri qalanını siz özünüz izah edəcəksiniz mənə. Baxaq. 4 hissəyə bölürük çap məsələlərini. Yazıram buraya. 1 tap, 2 böl, 3 yenə böl, dördüncüsü də 2 vur. Birinci başlayaq tap hissəsindən. Tap hissəsini tapmaq üçün şərti oxumalıyam. Deyir ki, 22 səhifəyə malik sənəd aşağıdakı seçimlər sırasında çapa verilmişdir. Aşağıdakı seçimlər sırasında dediyi hissədə bax buradır, bu hissə. Birinci başlayıram tab. Nə deyir burada? Print all page, full strings. Keçən dəfə keçmişdik bunun alt əmrlərini. All page var idi, odd page var idi, tək səhifə, even page var idi, cüt səhifə. Bir də ki, özün verdiyi müəyyən aralıqlar var idi. Onları da qabaqda görəcəyindir. Burada all page, full stringsdir. Yəni, hər şey çap elə 22 səhifə arasında. Tapdıq neçəymiş? 22. Gəlirəm böl hissəsinə. Böl hissəsi istəsəz buradan da başlaya bilərsiniz, istəsəz buradan da başlaya bilərsiniz. Buradan başlamaq bizim üçün daha rahatdır. 1 page per sheet-dir. Yəni 22 neçə böləcəm? 1-ə böləcəm. Neçə düşür? 22. İşte burada olsaydı 4. 22 bölünsün 4. Bilirik də düşür 5 onda 5. O zaman biz bunu 5 onda 5 olaraq yox, 6 olaraq götürəcəkdik. Səbəb nədir? Çünki biz gedirik misal üçün hər hansı bir çap yerlərinə vərəq çap edirik. Vərəqdəki bir söz belə digər səhifədə çıxsa, həmin bir sözə görə biz əlavə olaraq 3 qəpik, 5 qəpik, hər nədirsə pul ödəyirikmi? Ödəyirik. Bax, ona görə məcburuq bir vahid hər zaman yuxarı götürək, qalıq qalsın. İndi burada bəxtimiz yətdi, qalıq qalmadı. Ona görə buranı silirəm. Gəlirəm 3-cü hissəsinə. 3-cü hissəsi yenə böldü. Bu zaman nəyi bölürəm? Bax, burada gəlirəm. Keçən dəfə demişdik, both side var, one side var. Both side nədir? Hər iki üzdə çap etməkdir. One side nədir? Bir üzdə. Bilirik ki, iki üzlü çap eləyəndə A4-ümün sayı avtomatik olaraq yarı-yarıya düşür. Neçə qaldı əlimdə? 11. Əlimdə axırıncı qalan rəqəmi vururam hara? Kopya sayına. Neçə kopya istəyir? 3 kopya istəyir. Yəni 11 vurulsun 3 eləyir neçə? 33 səhifə lazım imiş. Başa düşdük burasını? Sualımız var burada. Bax, kiminsə sual varsa desin. Yoxdursa davam edeyim. Çünki bundan sonra ancaq siz yazacaqsınız. Üçüncü hissəsi. Bax. Üçüncü bölümə hara gəldik? Bura gəldik. Both side-dir. Elə deyil. Both side nə deməkdir? İki üzdü. Bir də one side var, bir üzdüdür. Bir üzdü çıxaranda A4 vərəqin nə qədər olur? 200-dən təbii ki, 2 dəfə çox olmuş olur da, elə deyil. Ona görə one side gördünsə 1-ə bölərsən, both side gördünsə 2-yə bölərsən. Biz both side gördük ki, neçə böldük? 2-yə böldük. Neçə düşdü? 11. Bu tapdığım rəqəmi axırda gətirəm kopya sayını, yəni 3-ə vurdum. Neçə dənə A4 lazım imiş? 33 A4 vərəqi. Sualımız var? Birə vurmadıq, böldük. Gözə göstərəcəm. Bircə saniyə göstərəcəm. Niyə böldük? Çünki baxın, burada neçə deyirdi? One page per sheet. Burada neçə versə, 3, 4 versə, 6 versə, 8 versə, 16 versə o rəqəmə böləcəyik. Nə idi buradakı rəqəmin mənası? Keçən dərs keçmişdik. Kim izah edir? Oradakı rəqəmin mənası nə idi? ISO.
Ay, sağ ol, əla, doğrudur. Aydındır. Buradakı rəqəm neçədirsə ona böləcəyik hər dəfə. Sualımız yoxdur ki? Yoxdur. O zaman yazırsınız bunu siz. Mən də burada mesaj hissəsinə baxıram. Çəkmişəm, çəkmişəm. Necə? Niyə 21? Heç sənə 4-ə vuranda 21 eləmir axı. Hı hı. Hı hı. Bəs dedik axı 6-ya yuvarlaqlaşdırdıq. Bəli. Ay, 168 yox. Çox böyükdür. Baxaq. Neçə deyir? 42 səhifə deyir. Burada nə deyir? All page, full things. Hər şey, yəni tapdıq neçə? 42 səhifə. Böldük 8-ə. Dedik ki, biz gedəndə hər hansısa bir yerə, çap yerinə bizim bir sözümüz belə növbəti səhifəyə keçirdisə, bizə artıq bir dənə A4 vərəqi verirlər. Bax, gördüyünüz kimi burada neçədən götürdük? 5 dənəsi 8-ə düşdü, 2 dənəsi 6-ya düşdü, 6. Sonra one side deyir, böldüm 1-ə. 6. Kopya sayım neçə idi? 4. O da eləyir neçəsinə? 24 dənə. Aydındır indi? O, 13 dənə. Yaz. Məhərrəm səhvdir. Bizdən nə soruşur bu səfər? Cüt səhifələr soruşur. Cüt səhifədə bilirik ki, 35-in daxilində gəlib əlimizlə də saya bilərik. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30. Bura qədər 15 oldu mu? Oldu. 32, 34, 17 dənə cüt var. Belə də saya bilərik. Yox, tutalım ki, biz bilirik də. 35 2-yə bölünmür. Bir aşağı götürərik 34. 2 yerə bölərik. 17 tək, 17 cüt. Əlavə olaraqdan sonra 35-ci səhifədə gəlir axı. Bu 35-ci səhifədə gəldiyi üçün tək olur. 18 tək olur, 17 cüt olur. İndi mən tapdım 17. Bölürəm neçəyə? 4-ə. Düşür 4 tam neçəsə? Götürürəm 5. One side-dir, yəni bir səhifədə. Bölürəm yenə 1-ə. 5. Vururam kopya sayı 4-ə. Eləyir 20 dənə A4. Başa düşdük? Hı -hı. Hər vaxtınız xeyir. Hə, bax 35 səhifəyə malikdir, elə deyil? 35-də nə deyir bizə burada? Even cütləri soruşur. Cütlərimiz bilirik ki, 17 cüt, 18 tək. Hardan bilirik? 35 2-yə bölünmür. Bir aşağısını götürürük 34. 2-yə böləndə ya tək olur, ya cüt olur da bilirik. 17 tək, 17 cüt olur. Əlavə olaraqdan 35-ci səhifənin özü də tək olduğu üçün onu gəlirik təkin üzərinə. Az olur cüt, çox olur tək. 17 olur cüt, 18 olur tək. Tapdıqmı 17 cüt səhifəni? Tapdıq. Gəlirəm burada neçə page per sheet deyir? 4. Bölürəm 4-ə, düşür 4 tam neçəsə götürürəm 5 dənə. Sonra one side deyir. Yəni bir kopya istəyir hərəsindən. 5-i bölürəm 1-ə, düşür yenə də 5. Kopya sayım neçədir? 4. 5-də 4-ə vurdum neçə oldu? 20. Başa düşdük? Xoşdur. Sual var kiminsə? Cüt götürürük. Odd page deyəndə həmişə tək. Bəli. Başa Başa düşdüksə girsiz bunu. Bu səfər də nə deyir? ODD.
Yəni o təkləri soruşur bizdən bu səfər. Təklərimi gəlirəm yenə 25, 21-i 2 yerə böldüm. 11 tək, 10 cüt. 11-i böldüm 2 page per sheet. Düşür neçə? 6, yəni 5,5 6. Sonra 6-nı one side, yəni 1-ə böldüm. Yenə düşdü 6. Ondan sonra da kopya sayım neçədir? 6. Vurdum 6-nın 6-ya 36. Aha. Bəli, even. Çünki 35-in içərisində əlimizlə də saya bilərik. 2, 4, 6, 8, 10, 12, 14. Və yaxud da ki 35 bilirik də 2 yerə bölünmür. Ondan 1 vaid aşağı 34 səhifə eləyir. 34 səhifəni 2 yerə böləndə 17 dənə cüt, 17 dənə tək eləyirmi? Eləyir. Eləyir. Sonra bu 35-in özü təkdir. Bu 35-i təkin üzərinə gələndə 18 tək, 17 cüt eləyir. Bəli, buradan gəlir. Aydındır? Başa düşdük? Necə yadımıza saxlayırdıq? Even neçə simvoldan ibarətdir? 4 təkdir, cütdür. Bəli. Ən rahat üsul budur. Çünki mənim də ingilis dilim biraz qıtdır. Buradan yadımda saxlayıram. Hə. Hə, məndə çünki şeydir, ingilis dilim zəif deyə ən yaxşı üsul buradan çıxartmışdım. Davam eləyək. Estağfurullah. Başlayın. Bu səfər nə soruşur? 25 səhifəyə malik sənəd və burada ücret səhifə nömrələrini özü veribdir. Səhifə nömrələrini özü verib deyə mən gətirəm bunu buradan. Yenisini açıram. Çünki biraz boş vərəqimiz olsun. Aha. 1-dən 5-ə qədər. Sizə bunun saymanın 2 dənə üsulunu öyrədəcəm. Ya oturursan 1-1, yazırsan 1, 2, 3, 4, 5. Bax, bu ən asan üsuludur. Bundan yazmaq rahatdır. Ya da ki, bizim düsturumuz var. 5 çıxılsın 1, üstə gəlsin 1. 1-dən 5-ə qədər olan rəqəmlərin sayını tapıram. Burada 5 dənə. Üstə gəlinsin 10-dan bir dənədir. 12-dən bir dənədir. Üstə gəlsin 16-dan 20-yə qədər. 20 çıxılsın 16, üstə gəlsin 1. 20-dən 16 çıxanda 4, üstünə 1 gələndə 5. Bu da eləyir neçə dənə? 12 dənə A4-üm var imiş. Ya da dediyim kimi belə sayırsan. 1, 2, 3, 4, 5, 10, 12, 16, 17, 18, 19, 20. İndi mən tapdığım bu 12-ni böləcəm neçəyə? 8-ə. 12-ni 8-ə bölündə bilirik də 1 tam neçəsə düşür. Biz onu götürürük neçə? 2. One side bir üzdə 2-ni bölürəm 1-ə düşür 2. Kopya sayımda 2 dənədir. 2-ni vuram 2-yə 4. Bu qədər sadə. Hı hı. Bəli. Yox, o bizim bildiyimiz deyil. O 20 çıxılsın 16-dır. Hə, bunu bilirik ki, biz 4 eləyir. Amma 16 və 20 daxil bizim 5 dənə şey rəqəmimiz var. Yaxşı? Qarışdırma. Başa düşdükdə bunu da yazırsınız altına. Hə. 9-dan 3 çıxdı, üstünə 1 gəldik, tapdıq 7 səhifə buradakına görə. Sonra 16-dan 12 çıxdı, üstünə 1 gəldik, tapdıq 5 səhifə buradakına görə. 19 təkdir. 23-dən 20 çıxdıq, 3 dənə, üstünə də 1 gəldik, 4 dənə. Tapdıq 17. 17-ni böldük 6-ya, düşdü 3. 3-ü böldük one side-a, 1-ə, düşdü 3. 3-ü də vurduq kopya sayına. 3 vurulsun 10. Eləyir cavabım neçə? 30. Başa düşdük? Yazırıq 7-ni.
Çox getdi. Bizə nə soruşur? Current soruşur. Current nə deməkdir? Cari. Cari də bir səhifədən ibarətdir. Kopya sayı 6-dır. Cavab eləyir 6. Yəni başqa nəyəsə baxmağa ehtiyac yoxdur. Bunu başa düşmüsünüzsə qorxusu yoxdur. Hazırsınız 8-i. Bilirsən, düşünürsən? Hı. Əla, doğrudur. Səhifə sayıları burada verildi, amma bizə nə soruşur? O, D, ay yox. O, D-dır təklər. Təklər hansılardır? 2 ilə 6 arasında? 3, 5, sonra 9, 11-dən 15-ə qədər. 11, 13, 15. Cəmisi 1, 2, 3, 4, 5, 6. Tapdıq 6. 2 page per sheetdir. Böldük 2-yə. Düşdü 3. Boş saytdır. 3-ü 2-yə böldük. Düşür 1/5. Götürürük 2. Kopya sayda 2-dir. 2 vurulsun 2 düşdü 4. Əlbəttə ki. Əlbəttə. Bizə nə soruşur? 2-dən 6-ya qədər 9, 11-dən 15 aralığında OD-dır təkləri. Təkrar 2-dən 6 aralığında 3, 5. Sonra gəlir 9, sonra gəlir 11-dən 15-ə qədər 11, 13, 15. Bu okeydirmi? Əla. Deməli, bu aralıqda neçə dənə oldu? 6 dənə. 2 page per sheet deyir. 6-nı böldük 2-yə. Düşdü 3. 3-ü sonra burada boş site deyir. Yenə böldük 2-yə. Düşdü neçə? 2. Və bizdən kopya sayı neçədir? 2. 2-ni də 2-yə vuran neçə eləyir? 4. Mhm. Aha. Aha. Bəli. Doğrudur. Bəli. Doğrudur. Yo, indi keçirik. Bəli, bəli. Deməli, nəyi soruşur bizdən? Bu aralıqdakı cütləri. Tapaq cütlərimiz hansılardır? 2, 4, 6, 8. Keçdik 12, 16, 18, 20. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tapdıq 8-i. Neçəyə bölürəm? 2-yə bölürəm. 2-yə düşdü 4. One side deyir 1-ə bölürəm. Düşdü yenə 4. Kopya sayım neçəymiş? 8. 4-ə 8-ə vurduq. 32. Deməli, neçə dənə səhifə var imiş? Daha doğrusu A4 lazım imiş mənə. 32 dənə. Yazırsınız onu. Çox diqqətli olursunuz. Hədsiz diqqətli olursunuz. Bizə burada çatışacağı hissə budur. 30 səhifə deyir, amma neçəyə qədər verib?
39-a qədər verib. Mən 30-a qədər sayıb duracam. Neynəmə ondan arxasında? Mənim 30-dan o tərəfə səhvim yoxdur onsuz. Even page cütlər. Hansıdır cütlər? 2, 4, 6, 8. Ondan sonra gəlirik bura. 12, sonra 14, 24, 26, 28, 30-da dururam. Yenə deyirəm, 30-dan tərəfəsi yoxdur. Ümumi 10-da nə eləməlidir? 4, 8, 10. Onu bölürəm 4 page per sheet deyir. 4-ə neçə düşür? 3. 3-ü bölürəm, burada both side, one side deyir, çox istəyirəm. 3-ə yenə düşdü 3 və kopya sayım neçədir? 3. Vurdum 3-ə 9. 9 A4 lazım imiş. Hı. Aha. 10 burada verməyib bax mənə necə yazım? Mənə verə 2 gərək yaz. 1-dən 8-ə verib, sonra 12-dən 15-ə verib. Aha. Buyurun. Niyə? Aha. Bizə praktiki cəhətdən soruşmuram. Ümumiyyətcə bizə misal kimi düşür də. Onu yoxlamısınız, mən yoxlamamışam məsələn. Mhm. Mhm. Orasını yoxlamamışam mən. Amma misalda biz belə yazırıq. Mhm. Bizə praktiki cəhətdən götürmədik ki, onsuz 30-a qədər götürdük də bunu, elə deyil. Mhm. Bəli, 30-a qədər götürdük, problemi yox. Buyurun. Sualımız yoxdur burada. Yazır son biri. Aha, aha. Yasər 15 nədir Yasər? Bəli, cavab 30-dur. Niyə 30 idi? Ən çoxu soruşur deyə. Biz ən çoxu soruşur deyə burada manueli dəyişib nə eləyirdik? One side. 2-dən 6-ya qədər 5, bir də ki onun özü 6. Ümumi 6 dənə səhifəm var. Bu both side'ı dəyişib eləyirdim one side. Onsuz ki burada da 1-dir. Elə dümdüz səhifə nə? Bəli. Hı -hı. Yəni ümumiyyətcə biz bunu nəzərə almırıq. O mənada deyirik. Bu both saytı nəzərə almırıq. Gəlirik bizə ən çoxu neçədən A4, bəli, o söhbət gəlir burada. Yenidən dəyişdirə bilirik. Prosta onunla deyəndə başa düşmürlər də, ona görə deyirəm. Both saytı nəzərə almırıq. Dümdüz tapdığım səhifə nəyə vururam? 5-ə. Bax, aşağıdakı söz oxu. Biz deyirik ki, ISO print əmrini ikinci dəfə dəyişənə qədər də, daha doğrusu dəyişə bilərik. Kimdir? 15. Hə, bax, bundan sonraki suallarda biraz diqqətli olursunuz. Yadınıza gəlir uncollated collated məsələsi. Kim izah eləyir uncollated collated'i? Aha, I saw. Yəni uncollateddə çıxırdı 1 1 1 1. Collectdə çıxırdı 1 2 3 4 5 6 7 8. İndi buradan sonrasına diqqətli olun. Bəli. Harda? Burada. Bura heç baxmırıq o zaman. Elə dümdüz həll eləyirik. Yo, elə both site verəcək. Burada özü üçün fərqi yox yəni. Bax, burada diqqətli oluruq. Şərtinə yaxşı baxırıq. Əlifbidə baxırıq. Yox, düzdür. Sevilbidə baxırıq.
Olsun. Baxmısınız siz evdə buna, yoxsa? Doğrudur. Olsun, heç nə deməyim. Gəldik bura. Bax, bizdə bura gəlirik, nəyə baxırıq? Uncollated hissəsinə baxırıq. Uncollated nə idi? Verilən ilk səhifədən kopya qədər çıxırdı. Sonra keçirdi növbətinə kopya qədər, növbətinə kopya qədər. Necə? Bir dəfə imtahanı keçmiş. Burada nə deyir? One page per sheet deyir. Yəni burada çaşrası nəsə yoxdur, burada çaşrası nəsə yoxdur. Əsas bir dənə burdadır. Deməli, 3-cü səhifədən çıxacaq 5 dənə. 2-ci səhifə, 4-cü səhifədən çıxacaq 5 dənə. Bu səhifələri mən hardan bilirəm? Özü verib də burada 3-dən 7-yə qədər 10, 19. 3-dən 7-yə qədər hamısına 5, 5 çıxdı. 10-dan 5 çıxdı, 19-dan 5 çıxdı. Cibimizdə. Sonra deyir ki, 4-cü vərəqdə olan səhifə nömrəsi neçədir? 1, 2, 3, 4. Vsyo, 4-cü nömrəsi neçə oldu? 3. Başa düşürük? Bəli, hər səhifədən 5 dənə var. Bir də deyim. Uncollated hissəsinin aydındır bizə 3-cü səhifədən, verdiyi səhifədən 5 dənə çıxır. Aha, uncollated hissəsində nə idi? Bax, indiyə kimi verdikləri nə idi? Collated, collated, collated. Yəni birinci səhifədən çıxarır, çıxara gedirdi. Uncollateddə nə olurdu? Üçüncü səhifədən, yəni üçüncü səhifə niyə deyirəm? Çünki burada verdiyi səhifə 3-də, ona görə. 5 dənə çıxaracaq. Durdu. Niyə 5 dənə çıxar? Çünki kopya sayı 5-dir. Keçəcək növbəti səhifəm neçədir? 4. Dördüncüdən 5 dənə çıxaracaq. Durdu. Sonra keçəcək 5, 6, 7, 7-yə qədər qurtardı, sonra 10 gəlirdi. 10, 19. Hər birindən 5 ədəd çıxartdı, getdi cibimizə bu 5 ədəd. Ondan sonra soruşur ki, çapda çıxan 4-cü vərəqdə olan səhifə nömrəsi necə çıxmışdı? 3-cü səhifədən 5 dənə çıxmışdı. 1, 2, 3, 4. 4 elə gəlib para düşürdü. 3-ə düşürdü. Məsələn, məndən soruşa bilərdi 27-ci səhifənin nömrəsi neçədir? 5, 10, 15, 20, 25, 26, 27 nömrəsi neçə imiş? 10 imiş məsələn. Aydındır? Hər səhifədən kopya sayı qədər çıxır, sonra keçir o birisinə. Kopya qədər çıxır, keçir o birisinə. Bir dənə də bunu yazın. Vsyo. Əla. Cavab doğru. 7, 8, 9-dur. Səbəbi də nədir? Səbəbi də baxın buradakı 4 page per sheet olmasıdır. Səhifə saylarını verib mənə 1, 2, 3, 6, 7, 8, 9. Gəlirəm aşağıda neçə-neçə qruplaşdır deyir. 4-4 qruplaşdır. 4-4 qruplaşdırdım. Bura 4 dənəsi düşdü. Bura 3 dənəsi düşdü. Niyə 3 dənəsi düşdü? Hara bir əlavə olunur, başa düşmədim. Niyə qayıtsın ki, məsələn? Axı burada səhifəm qurtarır ki. 2 kopya istəyir də. Bu birinci səhifə bu sayılmır. İkinci səhifədə bu sayılmır. Bir də təzədən üçüncü səhifə bu sayılacaq, dördüncü səhifə bu sayılacaq. O pişi gedir, yaxşı? Ay, sağ ol. Elə bir ki, bir səhifə. Aha. Bir də təzədən bir.
Yox, yox. Bunun hamısını yığıblar elə bil ki, bir səhifəyə. Yaxşı? Buna bir səhifə olaraq baxıram. Ay, sağ ol. Əla. Deməli, ikinci səhifənin net nömrəsi neçə oldu? 7, 8, 9. Aydındır? Ən çətin versiyası bu ola bilər. Heç bu da inanmıram sizə düşən. Aydındırsa, əla. Gəlin o zaman mən sizə. Bəli. Aha, 2 kopya yəni deyir ki, bundan da 2 dənə olacaq axırda. Bundan da 2 dənə olacaq. Bax, bu birinci kopya çıxdı. Promoyu 4-4 qruplaşdırdıq da. İndi misal üçün, bax, məsələn deyirəm. Mənə neçədən A4 lazım olacaq? Hesablayım bir dənə. Soruşma. A, sol. Soruşsaydı neçədən A4 lazım olacaq? Siz mənə onu deyin bir dənə. 2, 4 dənə A4 olur. A, sol. 4 dənə A4-ün birinci A4-ündən hansı olacaq? Bu. İkinci hansı olacaq? Bu. Təkrar üçüncü hansı olacaq? Bu. Dördüncü hansı olacaq? Bu. Aydındır? Əla. Əla, aydındırsa problemi yoxdur deməli. Deməli, elə bir-bir hamısına baxaq. Fərdi komitələrin növlərini göstərin. Fərdi komitenin hansı növləri var? Solsu var idi. Onun özünün də 4 növü var idi. Deməli, hansılardır stolsun növləri? Kim sayar? Aha. Yox, yox, stolsunun. Server, klient, ev şəraitində istifadə elədiklərimiz, nəşriyyatda istifadə elədiklərimiz. Sonra subnotebooklar, barebonlar, ondan sonra monoxrom rəng dərinliyidir, termiki printerin növüdür, transceiver yoğun koaksial kabeliyə iş distansiyaya qoşan qurğuydur, smartfonlar, bir də ki, portativ kompüterlər. Portativ kompüterlər hansıları idi? Portativ kompüterlər hansıları idi? Yox, elə adi notebooklar, kiçik notebooklar, adi notebooklar. Adi notebooklar. Kiçik notebook şeydir, subnotebook idi. O subnotebookdur, bəli. O əvvəllər bilmirəm yadınıza gəlir yoxsa şeydə verirlər daha çox məktəblərdə falan. Yox, portativ indi istifadə etdiyimiz notebooklardır. Subnotebookda bu əvvəllər məktəblərdə falan çox yayılmışdı. Məktəblərdə verirdilər. Balaca kompüterlər. Olar. Matris tipli çap qurğusu. Matris gördüysənə? Hə, əlbəttə. Mhm. Harda? Burada var, var. Ne diyorsun? Var, var. Ve hı. Onlar şeyler, Tetris'ler. Görməmişim. Yaxşı. Yo, böyük ehtimal çox. Bilmirəm. Hı. Hə, qıraqlarındadır, yoxsa altında? Bildim, təxmini bildim hansılar. Yox, onun üçün ancaq oyunlar var idi də. Oyun konsolu gedir olar. Hə, bildim hansılar. Yox, o oyun konsoludur. Onun kompüterlə əlaqəsi yox da. Ay, hər şey götürürsək, o zaman Tetris falan hər bir şey kompüter kimi götürərik də. Sadəcə onlar esinlənərək yaradılmış bir şey deyə bilərik, başa düşürsən?
Hə. Az sol, az sol. Matris gördüksə nə götürürdük? Matris hansıydı? O qışqıran var idi, traktor səsi çıxardan. Yəni iynə. Daha çox harda istifadə olunurdu dedik bu? Postlarda falan qalır indi. RAM texnologiyası ilə hazırlanıb. Gerisini oxumağa ehtiyacımız var sizcə? RAM texnologiyasına hazırlanmış bir dənə var idi. O da hansı idi? Bəli, SSD. Skanerdən başqa, bax, təsviridir kompüterə daxil etmək üçündür. Buradan printer çıxışdı, monitor çıxışdı, Xerox-dakı printerin kimi götürsək çıxışdı. Qalırıq A ilə Y arasında. Hə, bu ikisi də giriş qurğusudurmu? Bəli. Amma bizə nə lazımdır? Təsviri. Təsviri, yəni biz şəkli ilə çəkirik? Rəqəmsal kameralarımızla. Ondan sonra 5. Xarici yaddaşın ən geniş yayılmış tipi hansıdır? Hardasa bir demişdik, 6-7 il bundan qabaq hər bir kompüterdə ondan istifadə olunurdu. Nə idi o? Bəli, hard disklər, yəni sərt disklər. Kompüteri söndürən zaman bütün informasiya silinir. Hardan? Niyə silinirdi? Niyə silinirdi? Siz izah edin. Yox, yox, saxlamamışlar, yox. Niyə? Niyə də? RAM nədir ki silinir orada? Mənə izah edin, onu istəyirəm. Nədir? Bəli, enerji asılı yaddaşdır. Sonra nələri yadda saxlayır misal üçün? Soba bunu eşitmək istəyirəm. Aktiv halda yadda saxlanılan proqramları hal-hazırda. Kompüterin sistem blokunun əsas elementləri nədir? Bir dənə A variantı qalsın, B-dən başlayaq. B-də printer gedir. Printer sistem blokunun içərisində yerləşir? Yox. Monitor sistem blokunun içərisində yerləşir? Yox. Klaviatura? Yox. Diskovat skaner? Yox. Amma A variantdakı hər biri hardadır? Sistem blokunun daxilindədir. Gəlirik 8-ə. Çevirici qurğudur. Çevirici qurğu nə deməkdir? Yəni giriş-çıxış qurğusu da, elə deyil. Həm daxil eləyirsən, həm xaric eləyirsən. Cavab nədir? Niyə modemdir? Aha, indi onu izah edək. Modem nə idi ki? Bir dənə nümunə çəkin də. Mən sizə nümunə demişdim. Sağ ol, əla. Yəni mən burada danışıram analoq şəkildə. Modemim onu çevirir eləyir rəqəmsal. Rabitə xətləri vasitəsilə ötürür sizə. Hətta yəni mən sizə onun yolunu göstərim. Rabitə kanalları vasitəsilə onu ötürürdü sizə. Sizdəki nə eləyirdi? Həmin rəqəmsalı gələn rəqəmsalı dəyişib eləyirdi analoqi. Birinci məndəki analoqdan rəqəmsalı çevirmişdi onsuz. Baxın buradadır. İnformasiya mənbəyi, yəni mən ötürəm kodlaşdırıcı qurğuma, yəni modemimə, bu adlanır demodulyasiya, analoqu rəqəmsala çevirdi. Rabitə kanalları ilə ötürdü sizə, bu oldu modulyasiya, yəni rəqəmsalı dəyişik elədi analoq və ötürdü qəbul ediciyə, yəni sizə. Demodulyasiya, modulyasiya, modem sözü də elə buradan yaranır. Modem. Bunu bazar günləri keçirik. Ondan sonra gəlir abak nədir? Bu prosta qoymuşdum sualı. Şotkalar idi bu şeydə. Abakü seçdimisiz türklərdə. Bax odur. Oyun yox, dominoda falan saymaq üçün istifadə edirik. O. Mikroprosesorun işləmə sürətini artırmağa imkan verən yaddaş. Nə idi? Niyə? Nə idi funksiyası, nə idi ki, yaddaşın? Sağ ol. Əla. Əla. Ctrl F4 ilə cari sənəd, aktiv proqram, Alt F4. Yeni sənəd açırdı, Ctrl O ilə, daha doğrusu faylı açırdıq, Ctrl O ilə. Faylı yaddaşa yazır, hansı olardı bu? Keçmişik. Vəsiyo da. Enter nə idi? Bizim ən nə? Hörmətli klavişimiz. Funksiyası nə idi? Hər şey, bəli. Qısanın sol düyməsini əməlli başlı əvəz edirdi. Bir neçə ardıcıl faylı seçirdik. Shift-lə. Tək-tək seçirdik. Ctrl-lə. Com hansı portuydu? Nələr qoşulurdu?
Ardıcıl. Nələr qoşulurdu? Aha. ISO. Əla. Vay o günə monitor deyərdik. O zaman bir ardıcıl. 15. Birinci səviyyəli keş yaddaş harda yerləşir? Mikroprosesor. İkinci səviyyəli? Yox. Mikroprosesorun arasında. Əla. Üçüncü səviyyəlini sizə demişdim, yoxsa yox? Lazım deyil. Amma üçüncü səviyyədə yerləşir RAM-ın arasında. RAM-ın daxilində. 16. Sistem blokun tərkibinə daxil deyil. Speaker. Speaker nədir? Speaker nədir? Səs ucaldan. Ucaldan. Danışan. İnformasiya hansı yaddaşda emal olunur, hansı yaddaşda yadda saxlanılır? Harda emal olunur? Prosesorun registrində emal olunur. Harda yadda saxlanılır? RAM-da. ROM-da nəyi yadda saxlayırdıq biz? Onu harda saxlayırdıq? ROM-un daxilində nədə? ISO, əla, CMOS-da. BIOS nə idi bəs? Mhm. Nəyi yoxlayırdı? Əməliyyat əməliyyat sistemini yükləyirdi. Bəs aparatı nə yükləyirdi? Daha doğrusu yoxlayırdı. Aparat hissəsini nə yoxlayırdı? Post, əla. Gəldik 18. Xarici yaddaş qurğusuna informasiyanı nə vaxtda silirdik? Yəni özüm ürəyim nə vaxt istəsə, qeyri-müəyyən vaxta qədər. Daxili yaddaş başqa necə adlanır? Bizim əsas yaddaşımız. Yəni biz belə deyək, doğulduğumuzda bizim yaddaşımız olan əsas yaddaşdır, yəni kompüterin üzərində gələn yaddaşdır. Yox, üzərinə sonradan xarici yaddaş falan qoyuruqsa, o silinsə də olar, əlavə yaddaşdır. Deyir ki, sistem interfeysi nə üçün? Sistem interfeysi ümumiyyətcə nə idi? Digər adı nə idi? Arayız. ISO sistem işini nə üçün sistem işini? Mərkəzi hissə ilə periferiya hissəsində əlaqə yaradırdı. 21. Tranzistorlar hansı nəsil idi? İkinci nəsil. Tranzistordan başqa nə var idi orada? Diodlar bir də ISO. Kompüterin sürətini deyir, xarakterizə edən göstərici. Kompüterin sürəti nə ilə ölçülürdü? Əla. Biz bunu təzə bir şey öyrənmişəm, belə deyək, kəşf eləmişəm desə, yadımda yalan olar. Bir dənə gözləyin. Daha rahat necə yadda saxlaya bilərik. Bir dəqiqə sən açılma, bir saniyə. PDF şəklində. Bəli, gigahertz, megahertz. Düz açıldı da. Birim PDF-anı, biri PDF şəklində ver. Bir də saniyə, göstərəcəm. Çox qəşəng soluymuş bu arada. Mən niyə kimi onu görməmişəm bilmirəm. Hardware 1. Baxın. Mikroprosesorun əsas xarakteristikaları necə öyrənilir? Tipik sözü ilə. T, Ə, P, I, K. T nədir? Tak tezliyi. Ə nədir? Əmrlər toplusu. P nədir? Prosesorun mərtəbəliliyi. I nədir? İşçi gərginliyi. K-dakı nədir? Tak tezliyinin daxili çoxaltma əmsalı. Yox, keş yaddaş. Keş yaddaşı yadımızda saxlayırıq. Təpik. Bir dənə burada yadımızda saxlayırıq. Tak tezliyinin daxili çoxaltma əmsalı. Aydındır? Çox əla bir şeymiş bu arada. Mən də bayaq gördüm. Yadımıza qalar bu. Qısa-qısa şeylərinə.
Məncə bu daha qısadır. Bəli, takt tezliyi, əmrlər toplusu, prosesorun mərtəbəliyi, işçi gərginliyi, keş yaddaşın tutumu. Hə. Yox da indi sən burada takt tezliyi olaraq əsərlə bunu. Aydındır? Bəli, bəli. Təpik. T takt tezliyi. Ə əmrlər toplusu. P prosesorun mərtəbəliyi. İ işçi gərginliyi. K-dakı keş yaddaşının tutumu. Rahatdır? Məncə rahat. Xaş. Buradan çıxaq. Davam edək. Neçədə qalmışdıq? 22 keçdik. 23. Dördüncü səhmlərin element bazası nə idi? Böyük və çox böyük integral sxemlər. İntegral sxemlər neçənci nəsil idi? Elektron lampa, yarım keçirici, mikroelektronika, hə, qal. 3. Bəli. 3. İlk universal kompüter ENIAC. Bəs ilk belə deyək, fərdi kompüter əla, IBM PC-lər. Sonra gəldik 25. İlk əməliyyat sistemi neçəcə yaranmışdı? Nə yadımız, ikinci nəsildə nə yadımıza saxlayırdıq? Bir də mükəmməl, əla öyrənmişsiniz. Əla. Görürsüz, əvvəldə deyirdiniz ki, bəs çətindir, elədir, belədir. Yavaş-yavaş yadda qalırmı? Qalır. Gəldik əsas məsələyə. Sizin indi mənim sualınız var. Mənim sizə bütün suallarım bitdi. Hə, aha, aha. 8, səhvdir. Bəli, səhvdir. 0,5 bal söhbəti yox.